Salam Çinarə, sabahınız xeyir olsun. Sizi və ekran qarşısındakı tamaşaçılarımızı salamlayıram. Bəli, hazırda hava soyuqdur. Soyuq hava şəraiti müşahidə olunur ölkə ərazisində və təbii ki, elə bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti də informasiyalar təqdim etdi. Bugün ərzində ümumən havanın temperaturunun 6-8 dərəcə isti olacağı gözlənir. Ötən günlərlə müqayisədə xeyli aşağıda havanın temperaturu və təbii ki, ötən gündə biz elə sulu qar yağdığını müşahidə etdik. Yağışlı hava şəraiti hökm sürdü müxtəlif saatlarda ölkə ərazisində və elə bugün ərzində, amma dünənə nisbətən bugün ölkə ərazisində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Buludlu olacağı gözlənir, arabir tutulacağı da proqnozlaşdırılır və ölkə ərazisində ümumilikdə cənub-şərq küləyi əsəcək və bəzi saatlarda daha da sürətlənəcəyi gözlənir. Hətta ötən gün elə küləkli hava şəraiti ilə əlaqədar olaraq əhaliyə xəbərdarlıq da ünvanlanmışdı. Amma indiki məqamı nisbətən, dünənə nisbətən bir qədər sakitdir, mülayim də hava şəraiti. Amma buna baxmayaraq soyuq əməllicə hiss olunur havada və bu cür hava şəraiti önümüzdəki bir neçə gün ərzində də bu formada davam edəcək. Şaxtanın soyuğu biz hiss edəcəyik havada. Və rayonlarda isə bugün ərzində gözlənən hava bir qədər paytaxtda olduğundan fərqlidir. Rayonlarda əsasən yağıntılı hava şəraiti müşahidə olunacaq paytaxtın əksinə olaraq və bəzi ərazilərdə qar yağacağı da proqnozlaşdırılıb bugün ərzində və hətta bəzi saatlarda yağıntının miqdarının daha da artacağı gözlənilir və havanın temperaturu 1 dərəcə şaxtadan 5 dərəcədə isti olacağı gözlənilir və gündüz saatlarında da 5-8 dərəcə isti proqnozlaşdırılıb bu rayonlar üçün. Dağlarda da daha yəni aran ərazilərin əksinə olaraq daha soyuq olacağı gözlənilir və dediyimiz kimi gün ərzində də rayonlara qar yağacağı proqnozlaşdırılıb və bəzi saatlarda yağıntının miqdarı daha da artacaq və bu cür hava şəraiti dediyimiz kimi önümüzdəki bir neçə gün ərzində də davam edəcək. Nəzərə alsaq ki, artıq tətillər başlayır və bu baxımdan da insanların istirahətə ehtiyacı var və istirahətlərini təmin etmək üçün hava şəraiti də onlara maraqlıdır. Dediyimiz kimi önümüzdəki bir neçə gün ərzində də əsasən bu cür soyuq hava şəraitini müşahidə edəcək və artıq dekabr ayıdır, qış fəslidir və bu cür havada elə məhz bu ay üçün spesifikdir. Və bu cür hava şəraiti də tibbi meteoroloji proqnozlara əsasən onlar üçün əlverişli hesab olunur, soyuq olmağına baxmayaraq və elə bununla bağlı da informasiyalar təqdim etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bir məlumatda qeyd edim ki, atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Gün ərzində nisbi rütubət də 70-80% olacaq. Hava proqnozu ilə bağlı əldə etdiyimiz informasiyaları diqqətinizə çatdırmağa çalışdıq. Hər bir kəsə xoş tətil günləri arzulayırıq. Söz yenə də sizdədir.